Azərbaycan indi prinsipial mövqeyi obyektivdir və Azərbaycan öz şərtlərində konkret olaraq qərarlıdır və Ermənistan tərəfi ilk növbədə bu şərtləri əməl etməlidir. Konstitusiya dəyişməlidir. Minsk qrupunun buraxılması barədə bəyanata birgə getməlidirlər. Həmçinin düşünürəm ki, Zəngəzur dəhlizini açmalıdır. Amma 17 maddədən ibarət sülh müqaviləsi mətni, mən düşünürəm ki, bu sülh müqaviləsi mətni deyil, bu çərçivə sazişi ola bilər və bu heç də sülh müqaviləsi deyil. Sülh müqaviləsinə getmək üçün ilk növbədə 3 əsas şərt yerinə yetirilməlidir. Ermənistan da buna getmir və hansı sülhdən danışır? Əgər sülhdə maraqlıdırsa, İlk növbədə atəşkəsi pozmamalıdır. Azərbaycanla şərti sərhəddə mühəndis istehkam atəş nöqtələri qurmamalıdır. Hindistandan aldığı Pinaka raketlərini, Fransadan aldığı Sezar artilleriya sistemlərini Azərbaycanla şərti sərhəd istiqamətində yerləşdirməməlidir. Ona görə də mən Ermənistan baş naziri Nikol Paşinyanın bu sülh bəyanatlarını yalan hesab edirəm, manipulativ hesab edirəm və düşünürəm ki, Ermənistan növbəti mərhələdə Azərbaycana qarşı hərbi eskalasiya başlaya bilər.